Niyə Azərbaycanda boşanmalar artır? Aylin, son vaxtlar xəbərlərdə tez-tez eşidirəm. Boşanmaların sayı yenə artıb. Səncə niyə belə olur? Elxan bəy, bu çox mürəkkəb mövzudur. Statistikaya görə hər il minlərlə ailə dağılır. Əsas səbəblər iqtisadi çətinliklər, xasiyyət uyğunsuzluğu və bəli, məişət zorakılığı. Amma əvvəllər də çətinliklər olurdu Aylin. Ailələr yenə də bir yerdə qalırdı. Nə dəyişdi axı? Dəyişən insanların düşüncə tərzidir. İndi qadın da, kişi də xoşbəxtliyə daha çox dəyər verir. Əgər münasibətdə hörmət yoxdursa, insanlar dözmək yerinə ayrılmağı seçirlər. Yəni indi boşanmaq artıq ayıb sayılmır? Bəli, əvvəllər boşanmaq bir damğa idi. İndi isə özünü qorumaq, rahatlıq tapmaq kimi qəbul olunur. Bir də sosial medianın təsiri çoxdur. İnsanlar başqalarının həyatına baxıb öz münasibətlərini müqayisə edirlər və bəzən gözləntilər çoxalır. Bəs dövlət bu problemə qarşı nə edir Aylin? İndi mediasiya xidməti fəaliyyət göstərir. Ailələr boşanmazdan əvvəl danışılsın, bəlkə də bir çıxış yolu tapılsın deyə. Amma ən vacibi maarifləndirmədir. Ailə təkcə sevgi deyil, həm də hörmət və məsuliyyətdir. Düz deyirsən Aylin xanım. Əgər anlayış, empatiya və səbir olsa, çox ailə dağılmaz. Amma bəzən biz haqlı olmağa çalışırıq. Xoşbəxt olmağı isə unuduruq. Hə, bəzən haqlı olmaq evliliyi qurtarmır, başa düşmək qurtarır. Ən böyük dərs budur Elxan. Bəlkə də boşanma statistikasını azaldan tək şey insanların bir-birini doğrudan dinləməyidir. Və unutmayaq, sakitlik də bir sevgi formasıdır. Ailəni qorumaq bəzən sadəcə bir cümlə ilə başlayır. Səni başa düşürəm. Əgər bu mövzu sizə maraqlı gəlibsə, videonu bəyənin və kanalımıza abunə olun. Bildirişləri açın ki, növbəti videolarımızdan xəbərdar olasınız. Hər həftə yeni mövzular paylaşırıq. Şərhlərdə fikirlərinizi paylaşın. Sizcə, ailələri qorumağın ən vacib yolu nədir? Hər xoşbəxtlik sadə bir anlayışla başlayır. Başa düşmək. Bizimlə qalın və gələcək mövzuları izləyin.